Niyə şükrümüz azalıb, ehtiyacımızı duymuruq? Çətin situasiyalarda bir dənə bilirik ki, Allah var, əlimizdən tutur. Belə, amma normaldır hər şey, özündə gedir. Bəziləri çətin anlarda Allaha təvəkkül edir, asan işi deyir, özüm eləyəcəm, sən narahat olma. Yanlış baxışdır, yanlış baxışdır. İlahi, sıfırdan 100-ə hər halda sənə ehtiyacım var və möhtacam. Əziz Peyğəmbərimiz durub gecə vaxtı ağlayır, ibadət edir, xanımlarından biri deyir, bu qədər yoxdur, nə oldu? Peyğəmbərin cavabı maraqlıdır, buyurur, əfəla əkunə əbdən şəkura, Allaha çox təşəkkür edən varlığı olmayayım deyirsən. Demir şakir, şəkur. Mən gələ Allaha çox təşəkkür edeyim. Nəyə təşəkkür? Çox təşəkkür edeyim. Ehtiyac var, belə bir mövzudur. Ehtiyacı duymaq. Bəli, mümkündür, təxəyyülü bir ehtiyacı, yalancı bir ehtiyacı, həqiqi ehtiyac kimi bizə neynəsinlər? Təqdim eləsinlər. Yalancı ehtiyacı, təxəyyülü bir ehtiyacı, həqiqi ehtiyac kimi bizə təqdim edirlər. Mən elə bilirəm, o olmasa aləm dağılar. Elə bilirəm, ruhumun ehtiyacı elə budur. Aldada bilərlər məni. Elə dünyanın da işi budur, elə aldadır.